Mərhəmətli və rəhimli Allahın adıyla. Bax, necə də Allaha qarşı yalan uydururlar. Tövratı Allah Subhanahu taala öz əli ilə yazıb, yoxsa yaradıb? Yox, Tövratı Allah Subhanahu taala öz əli ilə yazıb. Tövratı da öz əli ilə yazıb. Bəli. Bəli, Allah Taala Tövratı öz əli ilə yazıb. Necə ki, Buxari, Müslimdə, Əbu Hüreyrənin rivayətində qeyd olunur. Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Kim ola bilər? Onlar Rəbbinin huzuruna gətiriləcək və şahidlər, bunlar Rəbbinə iftira yaxanlardır deyəcəklər. Allahın lənəti olsun zalimlara.